bir çox insanlar etiraf etməyi bacarmır. İnanın, biz etiraf etmiş olsaq, bizim atadan, anadan şəfqətli, məhəbbətli Allahımız var. Biz adicə hüquqi müstəvidə olan hadisələrə nəzər yetirmiş olsaq, müəyyən məcəllələrimizdə də, bu qanunvericilikdə də öz təsdiqin və təsbitini tapıb ki, əgər bir insan etdiyi cinayəti etiraf edirsə, gəlir könüllü təslim olursa, buna yüngülləşdirilmiş hal olaraq fərqli, amma biri qaçıb gizlənib, tapıb gətiriblərsə və deyir, etmişəm, yaxşı etmişəm, bununla onda təbii ki, fərq var. Əgər bir insan səhvini başa düşüb, Rəbbi qarşısında Allahım, mən etiraf edirəm, günah etmişəm, sən görə-görə, sən baxa-baxa səhv etmişəm, Allah məni bağışla desən, inan Allah bağışlayar.